57 otaqlı evimiz çıxıb satışa. İlk öncə onu demək istəyirəm ki, evimiz şəxsi tikilidir, cütdaşla inşa olunub, yerdən kürsülü, standartdan hər birinə uyğun paket krişa və əsas nüanslardan biri düz ana yolun üstü. Hövsan abidənin arxası. Kommunallardan hər biri var, isitmə sistemi kombidir. Vaxt itirmədən birinci həyətinin sayəsində sizlərə tanış edirəm. Evin sağ tərəfində də belə əl damı hissəsi var, akuratlı. Nəhayət biraz səliqəsizlikdir, üzrlü sayarsınız. Daha çox dərinliyə getmirəm. Burada da belə əl damı hissəsidir. Pəncərələrin raşatkalarına kimi vurulub hazırdır. Evimiz yəni belə deyim də, son zamanlarda tikilən ev deyil. Yəni tam oturmuş ev deyil. Harasa bir 6-7 ilin evidir, bəlkə də bir 10 ilin evidir. Daxil olduğumuz zaman geniş koridor sistemi bizi qarşılayıb. Səliqəli aboylarımız hamısı öz yerində. Solda mətbəximiz yerləşir. İşıqlığa çıxasınız. Deməli, solda belə qəşəng solda belə qəşəng mətbəximiz yerləşib. Mətbəx mebelinin demək olar ki, istifadəyə yaralıdır, cızığı yoxdur. Aboylar da səliqəli. Sonra burada bizim hamam tualetimiz yerləşir. Zəhmət olmasa təqdim elə. İndi bir də Allah qoysa səliqəyi salacaq, təmizlənəcək, müştəriyə tam hazır verilecək. Burada da bizim bir otağımız yerləşir. Təmir qutaran kimi bu evin paylaşımını birinci ilisi qardaşımız elədi, Naxadı. Bu ev qalan variantdır. Və hörmətli izləyicilərimiz, burada da bizim geniş, daha bir yataq otağımız yerləşir. Evimiz rahat 90 kvadrat var. Yerləşmə yerində söz yoxdur, düz ana yolun üstündədir. Dəyərli izləyicilərimiz, burada da bizim geniş zalımız yerləşir. Evimizin qiyməti 77 min manat deyilir. Aşağı yerdə olacaq, Allah qoysa Allahın izinə real müştəriyə 132 və 161 nömrə marşrut xəttlərindən cəmi 2 dəqiqəlik məsafədə. Yəni, yerləşmə yeri yenə deyirəm, çox idealdır, çox əladır. Hövsan abidənin arxası. Ana yolun düz üstü. Məhəlləsi də asfalt qapının ağzına kimi, həyətdə də maşın daxil olur. Qiyməti də, hal-hazırki bazar qiymətlərinə görə münasib qiymət. 77 min manat reallı olsa qardaşımız inşallah endirim edəcək. Bu evimiz fikirə maraqlı olsa, əlaqə nömrə səhifənin əvvəlində qeyd olunubdur. Bizləri üçün minnətdarıq. Allah'a emanet olun. Sağ olun.